video paylaşmışam nənə ilə bayaq. O qədər mesaj gəlir, kommentariyalar, şərhlər demədən mesaj gəlir. Allah hamınızdan razı olsun. Sevirəm sizi. Nənə də oxuyur. Bütün yorumları TikTokda, Instagramda, YouTube'da, Facebook'da hamısını oxuyur. Bilginiz olsun. Və belə xoşuna gəlir. Xoşuna gəlir. Bir-iki armudbaş yazıb ki, mənim nənəm səndən daha şeydir, məşhurdur. Mənim nənəm belədir, sənin nənən özünü... Çox armudbaşsınız. O qədər zəkasızsınız ki, bunda belə paxıllıq tapırsınız. Baxa, görürsünüz mənim nənəmin fərqli olduğunu, özünə özgü, o deyir türklər demişəm, kəndinə özgü bir dünyası olduğunu. Ona da bir paxıllıq edirsiniz, onda da çürümüşlüyünüz çıxır. Mən öz nənəmi tərifləyirəm, olan şeyi deyirəm. Siz də öz nənənizi tərifləyin, nə gözəl. Mən bu paylaşımı başqa nənələr elə mənada paylaşmamışam, özünüz də bilirsiniz. Hamınız bilirsiniz ki, mən hansı mənada səmimi qəlbdən hansı hisslərimlə paylaşmışam ki, mənim ana nənəm də belini bağlayırdı, başını bağlayırdı, elə giyinirdi və onu da çox sevirdim, Allah rəhmət eləsin. Sadəcə, bəli, mənim nənəm fərqli bir avralı qadındır, 40 doğumludur. Allah ömür versin, maşallah. Allah bütün nənələrin canını sağ eləsin. 2 institut bitirib. O zaman çertyoşçu modelyer elə deyil nənə. Mədəni maarifi bitirib, rejissorluğu. Təbii ki, mən nənəmi tərifləməyəcəm, kimi tərifləyəcəm? Siz öz nənənizi tərifləyin, nə gözəl. Hamımız tərifləyək ki, nənələrimiz sevinsin. Olan şeyi amma söyləyin, şişirtmədən. Mən də olan şeyi söylədim və bununla da qürur duyuram. Qürur duyuram. Düzəldim. Neyse, seviyorum sizi.